Salam əziz izləyicilər, Məntiq və İnformatika dərsləri kanalımıza xoş gəlmisiniz. Bu gün şifrələrin ikinci hissəsini keçəcəyik. Başlayaq testlərimizə. Bu testimizdə əvvəlki testlərdən fərqli olaraq 1, 2, 3, 4 kimi sıralamayacaq. 2 hərfi bir fiqurla şifrələmiş olacaq. İndi baxın, burada mən qeyd edəcəm. Baxın, bu olur birinci sıramız. Bu gördüyünüz olur birinci sıramız. Bu isə olur bizim ikinci sıramız. Yəni bu deməkdir ki, bizim iki hərfimiz bir fiqurla əvəz olunur. Burada sıraları da yazıram. Birinci sıra, ikinci sıra. Və həmçinin də eyni zamanda fiqurları da o formada qeyd edirik. Birinci sıra və ikinci sıra kimi qeyd edək və müəyyənləşdirək. Birinci sıra və ikinci sıra. Burada da fikir veririk ki, burada 2 dənə ta ilə başlayan sözümüz, 2 dənə sa ilə başlayan sözümüz və bir dənə ka ilə başlayan sözümüz var. Onu da mən qeyd edirəm, ka ilə başlayan. Deməli, burada da 2 dənə üçbucağımız, 2 dənə dairəmiz və bir dənə kvadratımız var. Gördüyünüz kimi. Bu zaman bizə məlum olur ki, ka bərabərdir kvadrata. Buradan çəkək. Kvadrat. Kvadrata bərabər. Bu zaman bizim sözümüzdə də ka hərfləri olduğu üçün, burada qeyd edək, ka hərfləri olduğu üçün və ikinci sırada olduğu üçün bizim ikinci sıradakı fiqurumuz kvadrat olacaq. Buradan aşağısından çəkək ki, yadımızda qalsın ki, bu kvadrat olacaq. Buna görə cavab variantına baxdıqda A variantı bizim cavabımız ola bilməz, B variantı cavabımız ola bilməz və Y variantı bizim cavabımız ola bilməz. Qalır B və C variantları. Biz B və ya C variantlarının hansının birini olduğunu müəyyənləşdirmək üçün yenə də burada ka ilə başlayıb ta ilə qutaran sözümüzün ikinci, yəni ka ilə başlayan sözümüzün ikinci fiquruna baxırıq ki, görək ta nədir? Baxın, ka ilə başlayan sözümüz kvadratlandır, dairə ilə bitir. Deməli, ka ilə başlayıb ta ilə qutarır. Deməli, ta'mız da burada nə olur? Dairə olur. Ta'nı da dairə tapdığımıza görə, burada da ta var. Yazaq buradan ta. Nə olur? Dairə olur. Ta'mız da dairə olur. Buradan da qeyd eləsək, dairəni qeyd eləsək, bu zaman cavabımızın B variantı olduğunu görərik. Keçək ikinci testimizə. Burada bizə verilib bir söz, həmin sözün variantlarda şifrələnmiş formasını bizdən soruşur. Burada bunu müəyyənləşdirmək üçün ilk olaraq sözdə eyni olan hərfləri axtarırıq. Çünki biz buradan təxminən müəyyənləşdirə bilmərik ki, hansı fiqurlar bu sözün, yəni hansı variant bu sözün şifrələnmiş forması ola bilər. Bunun üçün ilk olaraq yenə də deyirəm, bu sözdə eyni hərfin olub-olmadığına baxırıq. Və biz görürük ki, bu sözdə eyni hərf yoxdur. Ona görə A variantına baxırıq. A variantında eyni fiqur yoxdur. B variantında isə gördüyümüz kimi qara dairələr eynidir. Ona görə B variantı bizim cavabımız ola bilməz. Yəni biz burada, yəni bu şifrəli testlərdə ancaq cavablarla işləyə bilərik. Və eyni zamanda B variantında bu fiqurların da eyni olduğunu
görmüş oluruq. C variantına baxdıqda 2 dənə qara kvadratın, 2 dənə belə bir fiqurun olduğunu və 2 dənə ağ dairənin olduğunu görürük. Buna görə də C variantı da bizim cavabımız ola bilməz. D variantında qara dairələrin, belə bir fiqurun və kvadratın eyni olduğunu görürük. Deməli, D bəndi də bizim cavabımız ola bilməz. Y variantında da gördüyümüz kimi bu fiqurlar eyni olduğu üçün Y variantı da bizim cavabımız ola bilməz. Deməli, bizim cavabımız A variantı olacaqdır. Keçdik növbəti şifrələmə formasına, yəni növbəti şifrələmə testinə. Burada bizə 2 dənə funksiya verilir. Gördüyümüz kimi dairə funksiyası. Deməli, burada 2 dənə funksiya verilmişdir. Bizə dairə funksiyası, gördüyümüz kimi dairə funksiyası və üçbucaq funksiyası. Dairə və üçbucaq funksiyalarının hər biri fərqli funksiyaları yerinə yetirir. Burada gördüyümüz kasatura sözündə olub tura kasa. Yəni, dairə funksiyası ondan ibarətdir ki, bizə verilən sözü hərflərinin sayını 2-yə bölürük. Burada 8 dənə hərf var və biz onu 2-yə böləndə 4 dənə hərf edir. Baxın, buradan çəkək 4 dənə hərf olduğunu. Kasa, tura. Gördüyümüz kimi kasa, tura. Və bunu yarıya böldükdə bu birinci söz, bu isə ikinci söz olur. Burada da gördüyümüz kimi olur tura, kasa. Yenə də bunu 2-yə böldükdə ikinci söz birinci yerdə, birinci söz ikinci yerdə olduğunu görərik. Deməli, dairənin funksiyası verilmiş hərflərin sayını 2-yə bölüb, birinci sözü ikinci yerdə, ikinci sözü birinci yerdə yazmaqdır. Baxaq, üçbucağın funksiyası nədən ibarətdir? Üçbucağın funksiyası isə verilmiş sözdə olan hərfləri 2-2 bölüb, gəlin 2-2 bölək bunu. Baxın, T, L, M. Gördüyümüz kimi burada olan T digər tərəfdə et olubdur. Baxın, burada et olubdur. Yəni, T hərflərinin yerini dəyişmişdir. Birinci ilə ikincinin yerini dəyişmişdir. Burada da P, burada isə F olub. Burada L, burada isə L olub. Burada M, burada isə M olub. Yəni, üçbucaq funksiyası verilmiş hərfləri, sözdəki hərfləri 2 hissəyə bölür. Həmin o 2 hissəyə böldüyümüz hərflərin yerlərini dəyişməkdən ibarətdir. Və burada da gördüyümüz kimi, baxın, bu uzun hissədə də bizə demək istəyir ki, ilk olaraq üçbucaq funksiyasını, daha sonra isə dairə funksiyasını yerinə yetirək. Gəlin, burada verilmiş saxlamaq sözünün funksiyalarını yerinə yetiririk. İlk olaraq biz üçbucaq funksiyasını yerinə yetirəcəyik. Üçbucaq funksiyasında biz sözləri 2 hissəyə ayırıb, yəni 2-2 ayırıb, baxın, yazıram 2, sa, k, l, a, m, a, k kimi ayırdım və burada yazıraq. Sa'dırsa bizdə olacaq as. Yazırıq. A, s. K, l-dırsa olacaq l, k. A, m-dırsa olacaq m, a. M, a. Və sonuncu A, k-dırsa olacaq k, a.
və qaldı dairə funksiyasını yerinə yetirmək. Bərabərdir. Dairə funksiyasında da dedi ki, sözdə olan hərflərin sayını 2-yə bölürük. Sözdə baxırıq ki, neçə dənə hərf var. Baxaq görək. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8-i də 2-yə böləndə yenə də 4 hərf düşür. Baxın, 4-ə böldükdə birinci sözümüz aslıq, ikinci sözümüz maka olacaq. Dairə funksiyasında da ikinci söz birinci yerdə yazıram. Maka, maka. Birinci sözümüz də ikinci yerdə aslıq olacaq. Baxırıq. A variantında belə bir şey M ilə başlamır. C variantı M ilə başlamır. Y variantı M ilə başlamır. B variantı M ilə başlamır. Deməli cavabımız olur D bəndi. Şifrələrə aid olan testlər ikinci hissəsi bu qədər. Üçüncü hissəsində keçəcəyik təbii ki. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Hər hansı bir sualınız olarsa, şərhlərdə yazın ki, biz də onları cavablandıraq. Və əgər digər videolarımızdan da xəbərdar olmaq istəyirsinizsə, Məntiq və İnformatika dərsləri kanalımıza abunə olmağı unutmayın. Hələlik gələn dərslərdə görüşərik.